vacibi İran ətrafında baş verən proseslər fonunda əlavə hərbi qüvvələrin cəlb olunması ilə bağlıdır, dəyərli izləyicilər. Amerika Birləşmiş Ştatları ən böyük aviya daşıyıcısını yaxın şərqə göndərir. Amerika Birləşmiş Ştatlarının USS Gerald Ford təyyarə daşıyan gəmisinin zərbə qrupu Karib dənizindən yaxın şərqə doğru yola çıxıb. Bu barədə New York Times qəzeti məlumat yayıb. Amerika Birləşmiş Ştatları hərbi dəniz qüvvələrinin ən böyük təyyarə daşıyan gəmisi olan USS Gerald Ford, USS Abraham Lincoln və onu müşayiət edən hərbi gəmilərə qoşulmaq üçün göndərilib deyə həmin məlumatda qeyd olunur və şübhəsiz ki, bizi həm də bu sual maraqlandırır ki, bu qədər təxminən bir ayda davam edən silahlanma, bir aydan artıqdır davam edən silahlanma prosesi nəyə xidmət edir? Çünki onların gəlməsi də, getməsi də əlavə xərclərdir, pullardır və onlar əgər gəlibsə, həqiqətən atəş açılacaqmı? Əgər atəş açılsa, bölgəni, eyni zamanda İranı nələr gözləyir? Bu suala birlikdə cavab tapmağa çalışacağıq. Qeyd edək ki, verilişimizin qonağı hörmətli Əjdər Tağızadədir. Xoş gördük Əjdər bəy, hər vaxtınız xeyir olsun. Hoş bulduk efendim. Teşekkür ederim. Sizin de her vaxtınız xoş olsun. Əziz tamaşaçılar, hər birinizdən xahiş edirik. Yayım zamanı hər kəs aktiv olsun. Yayımı bəyənib paylaşmağı, çoxlu sayda şərh yazmağı unutmayaq. Bu kanalımız üçün son dərəcə vacibdir. Nəzərə alın lütfən. Hörmətli Əjdər bəy, bir daha qeyd edirəm, anonsda da oxuduğum xəbər kimi, həmin artıq durmadan ən nəhəng, Lincoln'dan sonra ən nəhəng daha bir hərbi aviadaşıyıcı gəmisi İran sahillərinə yaxınlaşır deyə kütləvi informasiya vasitələri xəbərlər yayırlar. Nələr baş verir və xüsusilə də məşhur deyimdə olduğu kimi, əgər divarda silah asılıbsa, mütləq ondan nə zamansa istifadə ediləcək. Sizcə bu dəfə özünü doğruldacaqmı? Sayın Rusif Bey, silahlar duvardan asılmayıb, silahlar birbaşa tuşlanıb o hədəfə və əldə tətiklər üstündədir. Yəni burada demək ki, əgər istəyirlər belə deyək, sıçanla filin oynamasıdır, heç bu olası da bir şey deyil. Yəni Amerika ilə demək ki, bir Tehran rejimi istəyir ki, oynaya, ay Hürmüz boğazını bağlayaram, qonşu ölkələri bura gəlir, Azərbaycana adam xarici işlər naziri gəlir və yaxud demək ki, onun demək ki, ətrafındakı olan adamlar Azərbaycanda yeyib içirlər, sonra boş-boşda yekə-yekə danışırlar. Biz Amerikanın səfirliklərini vuracaq, ondan sonra Amerikanın bazalarını vuracaq, Türkiyədə incirəcək, vurarıq səfiri. Ankara'da adamın səfirliyi var, Amerikanın, oranı vuracaqsan. Azərbaycanda sən demək ki, Amerika səfirliyini vuracaqsan və gedib İran adılanan yerdə həziyan neyirlər. Ki Amerika Azərbaycan üzərindən, Türkmənistan üzərindən, ona görə ki son zamanlarda Amerikanın siyasətçiləri Türkmənistanda idi və yaxud Civansa Azərbaycanda idi. Azərbaycanın uzun illərdir bu siyasəti, xarici siyasəti göz qabağındadır. Hamı ilə normal halda keçinir və ilişkilər yaradır. Və sizin də bu günləri Xəzərdə ən əsas önəmli bir şey də Xəzər məsələsidir. Süründürürsünüz. Amerika da deyir ki, Azərbaycana nə imkan lazımdır burada, sən öz hüquqlarını qorumaq üçün burada şərait yaratmaq olar. Sözüm indi bunda yox. Amma siz də buyurdunuz. Yəni, neçə həftədir ki, söhbət gedirciyək ki, Abraham Lincoln gəlib indi burada gözləyir. Uzaq sulardan gəldi, hardan Çin dənizindən gəldi sürətlə. Və dedilər ki, özə çıxartdılar Tehranda bunun maketini düzəltdilər. Nə cür yandırırıq, nə cür vururuq. Getdilər o Tehranda, o İnqilab meydanı deyirlər. Orada böyük bir zat yaradıblar ki, necə Lincoln'u yaradırıq. Sonra da bir dənə də o sürücü uçaqlardan göndərdilər ona yaxınlaşsın. Amerika da o dedi ki, Sendikamın başçısı da ki, zarafat eləmir ki. Bu dəfə o dəfələrdən də buyurdu, soğurdu göğe. Sonra da o zatlardan göndərdilər, getdilər, o nəf gəmisini tutalar, döküldülər, orada da yerində. Bu zarafat, o zaman zarafatı deyil, şaka deyil bunlar, yığışdırdılar yəni. Yəni körfəzdə qımıldamağa imkan verməyəcəklər. Amma kimsə, demək ki, Trump'ın xarakterini bir türlü tanıyır, 2 dənə mandat dönəmi keçən və bu dönəmində, mən də Trump'ın o kitabını da, özün də, yəni bu siyasi həyatın uşaqlığından oxumuşam. Və izləmişəm ki, Amerikada Trump fenomeni var Amerikada. Ondan sonra ay Trump gəldi, Trump belə oldu, Trump öncül filan, Trump öncüldü filan. Məsələ burada da dəfələrlə deyir. Deyir ki, mən niyə, Ağ evdə də deyir, mən sizə niyə deyim ki, ağayracım? Heç kəsə demir, hətta Rubio'ya da demir. O demək ki, hər bir naziri nə də demir, kimsəyə demir. Demək, kimsəyə deməyəcəm. Deyir, Civansa bu adam heç kəsə demir də neyniyəcək. Amma o işin nə lazımdırsa gətirir o. İndi deyir ki, yaxşı, Lincoln'u qoymuşam orada. Gerald Ford'u da göndərir ora. Sonrasından George W. Bush'u da əmrin dünən gecə verib ki, gəlsin bura.
O birisi tərəfdən də deyir ki, bu Tehran çox istəyir ki, məndən danışa. Bunlar danışmaq istəyirlər. Bunlar demək istəyir. Deyir, bunlar ağzına qoyur o tərəfin. Yəni bir azad yaradır, hava yaradır ki, yəni danışmağa meydan salır. Sonra da deyəcək, bax bunlar yalvarırlar danışarlar. Özləri bu işi çıxartdılar. Və Netanyahu'nun da tələm-tələsik bir həftə proqramdan qabaq ora getməsi və Netanyahu da çox belə 4 saat görüşdən sonra səssiz sədasız çıxasan, bu rahatlığa qaydasan, ondan sonra Netanyahu'nun demək ki, dəftəri də, ofisi də bir dənə elə sadəcə bir şey verirsən, burada bunlar bir şey görürlər. Bir iş görürlər burada. Bir iş görürlər burada. İndi Amerikanın içində Trump bunları bırakmayacaq. Elə şeydə, Trump şəxs olaraq da şəxsi dəfələrlə onu öldürməyə təşəbbüslər bulunublar, onun ölüm hökmünü veriblər. Onu demək ki, ay Sərdar Süleymanını filanı o cinayətkar Trump öldürüb. Elə evlər deyiblər bunu öldürəcək. Trump gedib evi marala qoyacaq, girmişdilər. O cənə ucun adamı nə qədər zindan verdi. Ona görə Trump bilir bunlar nədir. Və Amerikalılar o səfirliyi tutandan sonra elə inqilab olanda İnqilab olacağın o səfirliyi getdi Tehran rejimi tutdu. 444 gün Amerikalıları aldı həbsə. Amerikanın başına it oyunu açdı. Nə qədər eləməyin də, yəni bu oyunları çıxardı. Sonra getdi Ərəbistanda vurdu bunların düşərgəsini, sonra getdi Livanda vurdu. Qırdı gedib Ağ Evə kimi yaxınlaşmışdı. Bu Hamas məsələsində bilirdi Hamas kimdir? Hamasın Xameneyi dəstəklidir. Getdilər Ağ Evin qabağında bayraq qaldırdılar, gəlmişdi. Dayında Vaşinqtonda namaz qıl. Zaman deyirdilər ki, Ağ Evdə namaz qılacaq. O rəisi bir dəfə getdi Kremlinə, Kremlinə çıxartdı orada namazını atdı yerə ki, namazın vaxtıdır. Bu da oyunbazlığına. Yəni gördünüz daha, biz gəldik Kremlində də namaz qılır. O da Moskvanın sokaqları, küçələri dolu deyir, müsəlman dolu diyor da namaz da qılırlar filan da. Amma daxili məsrəf üçün və bu günləri də bunlar hər daxil danışığında Laricanını götürüb göndəriblər 10 manat. 10 manada gedir padişahla görüşür, yanında kimlə görüşür? Demək Housilərlə, Qırmızı dənizdə demək ki, Amerika olmasa soğurdu da hər şey. Amerika vurdu, yığışdırdı və özləri başları bəlada. Və o birisi tərəfdən durdu, getdi Qətərə, həmin Laricani getdi Qətərə. Qətərdə kiminlə görüşdü? Xalid Məşəllə. Bu Amerikanın gözündən qaçmır. Amerika demək ki, indi Qazzada bütün gücünü qoyub ki, sülh yaransın, atəşkəs Xalid Məşəllə, Housilərlə və o 4 dənə məsələ ki var ki, əsas biri də BRICS qüvvələr, yan qüvvələrdir ki, bunlardan əl çək, bunları yığışdırır. Amma o birisi tərəfdən, nə deyirsiniz, Əraqçı və o demək ki, onun dəstəsi doldurublar milyonlarca doları çantalarına Beyrutda, bunlar dəfələrlə tutublar. Beyrutda diplomat çantaları ilə milyonlarca dolar aparırlar orada Hizbullaha. Bunu Lübnanlılar da bilir, hamı da bilir. Və o birisi tərəfdən nə elədi? Amerika ayrı cür elədi. Açdı Kürdlərə dedi, bura bax, ya Kürdlər, bax, rahat oturun, Suriyədə dağıdarıqsınız və dağıdırdılar. Dağıdırlar da. Kürdlərə dedi ki, aç oranı. Kürdlər orada 30 min nəfər DAEŞ, eşidin. Arvad, uşaq, nə bilim, o teröristlərdən yığıb saxlayıblar, ona görə də pul alırlar bu Amerikadan, Avropadan, dünyadan. Orada zindandır məsələndə, Kürdün əlinə düşüblər. Dedi, onları sən bıraq, sən iş olmasın. Onlar da hədə gəlirdi, biz bıraxarıq DAEŞ'i eşidib, belə olar da sən bıraq. Amerika yığdı onların bir iddəsini göndərdi İraqa. Tehran rejiminin qulağının dibinə. Dedik bu Amerikada, İraqda saxlanın. Həşədir Şəbi də çıxdı, tez dedi ki, biz Amerikaya qarşı savaşmayacaq. Biz indən belə Tehran rejimi ilə Amerikanın arasında problem olanda deyik, savaş. Bu deyir, DAEŞ burada. DAEŞ burada, siz burada, mən burada. Yəni, hər tərəfdən bu rejim qomaralanıbdır və daxildə bir dənə soyqırım aparıb, mən demirəm ki. Mən desəm, indi deyərlər ki, vay. Bunu dünənləri Avropa Parlamenında məhkum olubsunuz. Və insanlığa qarşı cinayət işlədibsiniz. Mən demirəm, bunu küllü dünya deyir. Dünənlər məhkum olubsunuz, hər gün məhkum olubsunuz və birlətmiş məndə bir dənə Qotereş dünüm o günləri bir dənə bəyanı atılan təbrik deyir, İran adlanan yerdə keçmiş inqilabın. Tökürdülər üstünə Qotereşə daşağələsi edirlər. Sən nə bunu deyibsən, sən kimsən? Ona görə də bu günləri hər kəsin, hər ölkəsində, hər yönətimin, hər problemi vardırsa, İndi Ərəb ölkələrindən, Əmaratdan, Qətərdən, Səudi Ərəbistandan, Misirdən, Yordaniyadan çıxırlar ki, ay Amerika, ay Trump vurma. Trump öz işini görəcək, o Amerika zarafat deyil. Bunların öz dərdləri var.
Bunlar üzdə deyirlər ki, ay Amerika vurma. Ona nə Tehran inanır, nə Amerika inanır, nə özləri. Deyir, gəvir bunu məhv elə qoy getsin qutaraq. Necə ki orada Qəzzədə Haması susurdu. Deyir, bunları gəl sustur bu Tehran rejimi. Hamının başının bəlasıdır bu. Bunu buradan qurtarmaq lazımdır. Ona görə də Sayın Rusif bəy deyir ki, bu deyərlər ki, bir şeyin demək ki, itdi bittisi olmaz, ya demək gezi tezi olar, amma itdi bittisi yoxdur. Məsələ budur ki, indi bu George Bush gəmisi gələn həftə gəlib yetişir. Yəni bütün deyərlər ki, o böyüklüyün bütün dəmir-dəstgahı hazırlaşır. Və bu da bir də bir şey belə eləyər ki, qatıqdan o lotuların arasında danışanlara qatıqdan o tükü çəkən kimi. Qatıqdan tükü çəkən kimi eləyər. Hətta belədir ki, Trump'ı da bağışda onu. Netanyahu da ki, o cür səlli salavatına yola saldı, dedi, hər şey tədarük görünübdür. Ona da kifayət qədər İsrail'də yeri gəlmişkən, Əjdər bəy, İsraildən danışmışkən, İsrailin də ən yüksək səviyyədə Amerikanın diqqətinə çatdırıb ki, əgər qəti mövqe sərgilənməsə, biz özümüz tək başına da İranın vurulmasına iştirak edə bilərik. İndi Rusif bəy bunu İsrail deyir, amma İsrail bunu demək ki, bir 30 gün bundan qabaq demirdi. Deyirdi, niyə? Deyirdi, bunlar füzələri, süpersonik füzələr var ki, 3000 kilometrə gedir. Və Çin də altdan bunun demək yanacağını veribdir, Rusiya bəzi dəmir-dümür veribdir. Onlar da hazırlayıb, o da meydan oxuyurlar. Deyirlər, nüvə silahı haqqında danışaq, yaxşı danışaq. 60% əlimizdə vardı. Cənab Trump da özü səhv edib. Çünki nə çıxdım, dedin ki, etdik Fordunu vurduq, Nətənzi vurduq, İsfahanı vurduq. Amma Kurankuvu vurmayıbsan axı. Axı Simlandakını vurmayıbsan, özü də sonra çıxıb deyirsən, ha, mənə xəbər gəldi, orada da bir yerini düzəldilər. Və dedi ki, hamısını məhv eləmişik. İndi özün deyirsən ki, 408 kilo uranın qidalanmışı bunların əlindədir, hə? O yandan da bu nüvə silahı ilə məşğul olan təşkilatlar çıxıb, Grossi deyir ki, bunlar 12 dənə atom bombası düzəldə bilərlər. Belə, amma Tehran rejimi nəyə görə də yumuşalır? Deyir ki, biz bunun yetirək 20%-a, ondan sonra burada bizə də izin versin. Bir dəfə bu olub. Ki, hər vaxt istəsirik, demək artırarıq. Amma xaricə vermərik amma. Belə göstərir, belə deyil pərdə arxasında. İstanbulda danışıq olacaqdı, niyə qoymadılar? Ona görə ki, Tehran gördü ki, İstanbul danışığında ən azı bir 10 ölkə olacaq. Onların rəsmiləri, mediada sızacaq, filan eləyəcək. Görəcəklər Tehran rejimi burada cüzə kimindir. Nə ay Əraqçı oturur, qıçını uzadacaq, ondan sonra belə hırıldayar elə deyil. Burada demək deyil, lüt-lüppüz. Ya tamamilə təslim olacaqsan, tamamilə. Sözsüz, sualsız. Amerikanın geniş stratejisidir bu. Yəni burada Rusa da, Çinə də, bölgədəki ərəb ölkələrinə də hamıya göstərir. Mənim otoritem budur. Latin Amerikada oturtmuşam. Necə ki, getdim orada gecə ilə hamısını susturdum. Adamı yorğan döşəyindən götürdüm, gətirdim. Qutardı get. Bir dənə Amerika əskərinin burnu da ağrım qanamadı. Və neftə mənim. İndi neftə mənim. Mənim. Keçən həftə idi, 2 həftə bundan qabaq Trump çıxdı, dedi ki, 5 milyar dolar petrol satmışam mən. Dedilər, hardan? Dedi, bu da Venezuela'dan. Burada mənim. Ha, qutardı. İndi İran adlanan yerdə də həbsini istəyir. Həbsin bütövlücə istəyir. İndi bir də İran adlanan yerdə çıxıb deyirlər ki, ay gəl də Trump mənə gəl buradan dəyişmə, onu götür məni qoy, aynən filan. Hə, bunun dərdi o deyil. Trump'ın dərdi demokrasi deyil. Trump'ın dərdi insan haqları deyil. Trump deyir ki, mən gəlirəm bunları təmizləyəm. Bunlarla bir 45 illik hesabım var, açıq hesabım var. Avropanın da bunu görürsünüz, Avropa əl çəkmir. Avropa demək ki, Almaniya dayanıb Tehran rejiminə qarşı. İsveç dövləti didir, bunlarla didişirlər. Hamısı İngiltərə. Dayanıblar, didişirlər. Ona görə də bu günləri bunların o qədər canı camtaydadır ki, özlərində çalışırlar, toxtaq göstərirlər, özlər deyirlər. Biz savaşa hazırıq. Nə savaşa hazırsan? Sən bir saat içində, keçən də 12 gün içində, İsrail səninkilərin, generalların hamısını yuxuda, tumanpaça, vurdu, dağıtdı. Bu Trump olmasaydı, Xameneyini gecə ilə sürüyüb aparmışdı. Trump olmasaydı, Milli Təhlükəsizlik Şurasını, öyle bu Pezeşkiyan da bu adam da içində, vurdular, bombasını çıxartdılar. İkinci füzəni. Netanyahu dedi, Trump, qoy vurum. Dedi, yox. Dedi, bu Xameneyi Seyid buradadır. 2 dənə onun qoruyucularından öldürmüşəm. İndi bu tətikdədir. Dedi, yox, onu vurma, öldürmə. Ora demək ki, İran adlanan yer dəyər bir-birinə. Sonra yığıb yığışdırma. Qoy elə həbsini bir yolda götür. Bir yerdə götürək. Özəli ilə. Mən planı yaxşı cızıram. Və dəfələrlə də 2 dəfə, 3 dəfə də deyib ki, çox neçə dəfə deyib. Deyib, bura bax, Seyid. Özü ələ salır. Deyib, rəhbənəm mənə. Səni mən qutarmışam ölümdən. Həyatı Xameneyi, sənin belə imkanı var, çıx da üzü. O günləri inqilabın il dönümü idi. Səni əsas rejimi dəstəkləyən əsas güc qüvvələrin içində kimidir? Havadan müdafiə qüvvələri kimidir? Heç bir gizləndirin. Siz deşikdə gəzirsən.
Sənin bütün nazirlərin, ətrafındaşlar hamısı telefonda gəzdirə bilmirlər. Çünki niyə? İsrail ilə Netanyahu Amerikada olanda, Amerikada Trump'a dedi bizim orada o imkanlarımız ki var, o düşərgə ki, düşərgə. İran adlanan yerdə var, onu sizin ixtiyarınızda qoyuruq. Yəni Musad'ın, ondan Şembetin, ondan sonra başqa imkanlar sizdə olsun. O informasiya məsələsi. Toplayırlar informasiyanı. Məsələ buradadır ki, İran adlanan yerdə bu soyqırım ki bunlar eləyiblər. Bu günləri İran adlanan yerə millətlər də, baxın görür dünən, İsrağa gün, bütün damlardan, bütün kiçik şəhərlərdə, hər yanda, hər kəs də tapırlar, indi öldürürlər. Çox bağışlayasınız Rüfuz bəy. Bir dənə Mehdi Bazırgan vardı, Bazərganlıdır, Azərbaycanlı idi, tanınmış adamıdır, Doktor Müsəddiq dönəmindən. Və demək ki, milli məzhəbi deyərdilər, yəni nasyonal məzhəbi idi belə. Xomeyni onun baş nazirləri dedi, bu İmam Zamanın, 12-ci imamın baş naziridir. Sonra abırsız elədi. Onu bir günə saldılar filan dedi. Amma onun 60-cı illərdə şah, həmin ki bu şahmah tərifləyirlər, şah dönəmi yalanıdır, hamısı balavra, cinayətkar. Onun döneminde bu Bazırganciliği böyle sadece böyle normal bir siyasi cüzvi faaliyet ediydiler. Dəymə mənə, dəyməyinsə. Tutdular, apardılar məhkəməyə. Məhkəmədə o Bazərgan, sonuncu məhkəmədə ordu məhkəməsi idi. Bazərgan, Mehdi Bazərgan dedi, bura bax, siz bizi heçə görə mühakimə edirsiniz. Bizim bu faaliyetler ki eləyirik, normal, mədəni faaliyetler, day bu sonuncusu idi, bizden sonra day olmayacaq, başka cür olacaq. O cürdə oldu. İran adlanan yerdə partizan hərəkatı, xalq mücahidini, ondan sonra fədai partizanımıza hamı qurşandı silahlara. Və Məhəmməd Rıza da gördük, vurdular, qırdılar, ta getirdi inqilaba. Silahlı mücadilə hər yan tutdu. Siyahgərdən tutmuş, bütün üniversitelər, bütün şəhərlər şahın əzdən yoxsu kəsildi. İndi də bunlar normal, gənc uşaqlar, ondan sonra qadınlar, qızlar oynaya filan. Trump da qayıdır oyundan deyir ki, yaxşı da gedin qabağa, gəlirəm kömək yolda. Bir dənə də bambılını atıblar ortaya şah. Şah dövrüdür, bu de, əpestinə baxın, əpestin. George demək ki, bu adama Jeffrey'e bir dənə riyaziyyat müəllimi, sərəyib hamısını bunları tutmuş, nə deyizdir, Rusiyadan tutmuş, ne olacaq, bir dənə əpestin, demək ki, adam sərəyib deyəcək, bura baxın, dünyaya baxın, bütün padişahların qızları əmaratdan tutmuş, ondan sonra İngiltərədən tutmuş, ondan sonra Amerikadan tutmuş, bu da İsveçdən, İskandinavidən, gəlinlərin qızları hamısı oradaymış. Hamız deyəsən buna bax, dünyanın işinə bax. Gör bunlar nə ilə məşğulmuşlar. Hələ orada 3 milyon səhifə zadırır və çoxunda poz silirlər. 6 milyonluq orada oyun var. Amerika zarafat ölkədir. Özdə kimsənin yaxası bu işdən qurtarmayacaq. Bunu Trump da bilir. Onu Netanyahu da adama deyib. Jeffrey Yahudi idi. Jeffrey də bilirdi kimdir, o imkanlar nədir, kim nə cür oynayıb. Adam çox bağışlayın. Gedib kimsə tualetə sidiyin ata, onu da çəkibdi. Hamısı da dünənlərdə o kongresdə gördünüz. Amerikanın o demək ki, nə deyirsiniz, Ədliyyə Naziri başına onu gətirdilər. 6 aydan sonra da, 4 aydan sonra, 5 aydan sonra Amerikada seçici edəcək. Amerika zarafat deyir, ailə belə oldu, hər kəs də bilir, bunun sonrası ayrı cür olar. Ona görə də, niyə bu söhbətləri söylədim sizə? O Jeffrey'nin Epstein məsələsindən, hamısının da bir-birinə daxlı var. Ayda Putin də durur deyəcək, gör Amerika nə gündədir, sən nə gündəsən, ay cinayətkar. Sənin demək ki, Putin'lə, Trump'la alışverişi nə gündədir, sən cinayətkar, sənə Rusiya dağılır, dağılacaq da. Ukraynada sən demək ki, istəyirsən tez bir şey topraklar əldə edəsən, canını qutarasan. Sən durub o Epstein məsələsini Amerikaya gülmə, Amerika yarasını sağaldar. Amma sən nədir? Diktatorsan, adam yiyənsən, millətlərin düşmanısan, Türkün düşmanısan. İndi o İran adlanan yerə siz dediniz, gəldi. Yəni hər şeyi hazırlayırlar. Və Trump'ın da buna ehtiyacı var. Trump əliboş Amerikaya qayıtmayacaq. Siz düz dediniz. Milyonlarca dolar. Demək ki, 60 minə yaxın o civarda. Demək ki, Amerika əskərləri əli tətikdə. Və demək ki, böyük düşərgələri boşaldıblar, hamısını qorumaz. Belə təyyarələri, bəzi uçaqlar vardı ki, Trump özü deyildi. Dedi, orada bəzi silahlar var, heç mən özü bilmirəm, tanımıram. Və demək ki, həmin o Məskətdəki görüşdə də birbaşa, aynən Tehran rejimi deyir ki, oynayırlar, uşaq məktəblərdə oynayardılar. Mən səndən danışmıyorum, bir dənə uşaq, arada bir uşaq olurdu. Ay biz o otaqda oturaq, ondan sonra Omanın Xarici İşlər Naziri qaçır bu otağa, nə oyun çıxarırsınız, kimə deyirsiniz bunları. Amma oradan arkada keçirlər, onların nə deyirsiniz, nəysə adamın əlində öpürsünüz filan deyirsiniz. Amma söz bunda deyil.
Məsələ buradadır ki, bu günləri bəllidir. Yalvarırlar, qorxurlar. Çünki daxildə o dövlətlər ki, millətlə ara açıblar, millətə inanmırlar, millət onlara inanmır. İran adlanan yerdə, bu demək ki, qanla da dolası bir şeydə. İnanmırlar kimsə, millətlər kimsəyə inanmır İran adlanan yerdə. Və o üzdə bir göstərdilər, hayküyə bastılar və xaricdən də bəzi televizyonlar, məsələn də, ay şah gətirir, şah izlədir. Boş-boş sözlərdir, nə şah gətirirsən? Bir dəfə Xumeynini tələdilər bu millətlərə, bir inqilab uğurladılar İran adlanan yerdə. İnqilab uğurladılar. İran adlanan yerdə möhtəşəm bir inqilab gedirdi. Pəhləvi sülaləsinə qarşı, şaha qarşı. Tez oradan soxurdu İngiltərə, Almaniya, Amerika, Fransa, Jardesdən götürdülər, getdilər toz içində boğulan, heç yaddan çıxmış. Demək ki, Səddam da şaha deyirdi ki, qoy bunu öldürüm də bu mallanı, Xumeynini. Bu şah da dedi, yox, ya da pul verirəm, ona da ver, özündə xərclə öldürmə. Gəldilər, götürdülər, apardılar, özü də dedi, güzel oldu birdən-birə, biz hara, Lofnu Şato hara, Fransa hara, tələbiz bu millətlərə və özünüz də çəkdiniz. Özünüz də çəkdiniz, dedi, səni sürüyərəm filan yerlərə, dedi, sən də məndən sürünənsən ki, milyonlarca demək ki, didərgin eylədiniz, yüz minlərcə öldürdünüz, Səddamın əli ilə öldürtdürdünüz, Beşar Əsədə göndərdiniz, orada öldürtdürdünüz. İndi də demək ki, 4 dövriyədə dimdik soxurdunuz. İndi hər tərəfdən bunları qapadıblar. Hani Hamas? Nə oldu Hamas? Hani Hizbullah? Nə oldu? Hani sənin opereksi qüvvələrin? Hamısının dimdiklərini sındırıblar. Bu da İraqın ordusu keçdi Suriye'den, keçdi Yordaniyadan, İraqdadır. İraqda Malikini gətirirdiniz, Trump dedi ki, bura bax, Maliki filan şiəmiyə ola bilməz. Yəni, dəyişib, ayrı bir məsələ var burada. Niyə mən bunların hamısını sadaladım? Hamısı bir-birinə daxlı var. Trump qayıdıb Amerikada özünü demək ki, göstərməli ki, mən belə elədim, mən elədim. O da Netanyahu da belə deyilir, mən elədim, mən elədim. Trump'ın bu adəti vardı, mənlə başlanır dünya, mənlə qutarır dünya. Yəni, bu ikinci mandat dönəmində. O birincisində ki, qutarmışdı, belə nəvay təhqir olmuşam, kongresdən filandan. İndi hesab kitabı çəkir. Elə yaxındakılar da deyil, bu adamda güzəştat yoxdur ya, bunda kim vardı, bu adam filan deyir. Ona görə ətrafına da yığcam şəkildə komandasını formalaşdırıb, indi gətirib zoom eləyib Tehranın üstündə. Ay Tehrandan qorxdu, aynen qonşu ölkələrə füzə atarıq. Necə? Azərbaycana o bağırı vardı, özdə Türk idi. Gəlib dayanırdı arazının kənarında belli edir. 2 dənə ordumuz var, 4000 dənə füzəni Bakıya atarıq. Harada sən indi? Toz oldun, getdin. Yığış, ordun harada? Nə oldu ordun? Haradadır? O füzələrin nə oldu? Hamısında yerin bilirlər. Hamısında bəyək da buyurdunuz siz, Rusif bəy. İsrail hamısını bilir. Düzdür, Tehran rejimi haykü saldı ki, İsrailin casusları, Amerikanın casusları da meydanlardaydılar. Elə deyildi. Onlar günahsız insanlardılar, sıxmışdılar, aş istəyirdilər, iş istəyirdilər, çörək istəyirlər, dərman istəyirlər. Bunlar deyildilər və sonrasından azadlıq istəyirlər, demokrasi istəyirlər. Əli boş insanları başsız o yekə donuz vuran güllələrlə vırdınız, indi evlərdə hamını ağlar qoyubsunuz. Sayın Rusif bəy, deyirlər ki, nə olsun bəzi adamlar, Farsları öldür, Farslar deyil, soğunluğu Türkləri öldürüblər. Farsın televizyonları var xaricdə, açır deyil. Azərbaycan bir dənə balaca Ərdəbil şəhərdə 300 nəfəri öldürübsünüz. Ərdə adamın qızını, o gözəl qızı öldürübsünüz, anası gəlib deyib qızımı öldürübsünüz, aparıb anasını da zorlayıbsınız. Gəlib indi qoyur özü, yayır o xanım ki, məni zorladılar filan. Adamın, uşağın, bəbəsin, hamısını bir yola qırıbsınız. Ərdəbildə demək ki, o Pırmadar körpüsünün yanında, həm keçən dəfə, qadın hərəkatında, eyni maşınlarla, Ərdəbildə adamları qoydunuz maşın altında, indi gedibsiniz, həmin yerdə eyni maşınla yenə də adamların üstündən keçibsiniz. Və demək ki, hamını həbsə doldurursunuz. Təbrizdə 700 adam öldürübsünüz. Amma Azərbaycan bu gündədir. Deyirlər Azərbaycanın səsini çıxartmayın. Əlbirdilər. Amma demək ki, Tehrandan İran International, BBC, Voice of America, başqa televizyonlar, ay filan yazıb tutublar. Azərbaycanda deyəndə bir qadının, bir xanımın adını yazsalar da demirlər bu kimdir, bunun kimliyi kimdir. Amma bu günləri bu ərəb də, bu bəlus da, bu türk də, hamı bilir ki, dava kiminəndir. İndi qapalı qapılar arxasında da sevdalaşmalar gedir. Mənim rejimi ya saxla, Trump'la, ya bu rejimi saxla, ya burada bir dəyişiklik olacaq. Son həftələr gördünüz də, danışıqlar daxildə də, bunlar nə birdən biri də bunun özününkiləri ilimli qanat. Demək ki, cəsarət tapıb, deyir ki, Xamenei, sən istifaya çıx, ondan sonra, bunlar birdən-birə cəsarətə tapılar, millətlərin qanlarının üstündə. Amma deyək, yox, sevdalaşma var, arxada söhbət gedir. Ya İnqilab Qvardiyasının içindən, ya demək ki, rejimin öz adamlarının
Yunanistanla, bu müday bəlli də bu 100 il içində. Nə oyunu oynayacaqlar ki, birini çəkək görürlər, yox, millətlərdən getmir. Azərbaycandan söhbət gələndə düşman da, dost da. Sərki edirlər Azərbaycanın başına ki, Azərbaycanlılar gəlmədiniz, Azərbaycanı gəlsə də gəlməsə də. Azərbaycanı qırırlar, Azərbaycanı öldürürlər, özdə qorxular da Azərbaycandandır. Azərbaycanda gələcək nə edəcək? Gələcək deyəcək, yaşasın şah, o şahı ki təpiclə, o şahı ki ağlar Azərbaycandan qovalamışdı. Azərbaycan düşmanı, Azərbaycanın bir gündə 30 bin adamını öldürmüşdü. Deyəcək, yaşasın şah, gəlib bir tərəfdən deyəcək ki, filan kəs, nə filan kəs, xalq mücahidi, teröristləri. Amma bugün Azərbaycan Təbrizə zarafat deyir. Təbrizə soxula bilmirsən axı. Elə demək ki, silahla gəzməlisən, öldürməlisən. Və bu günləri qatırsan Azərbaycanını da qırıbsan. Deyirsən, təhsil səsləri çıxmasın. Ya dost əli ilə səsini kəsirsən və ya düşman əli ilə. Sevdalaşma Yeri gəlmişkən, Əjdər bəy, Azərbaycan tərəfi ən yüksək səviyyədə İran tərəfinə öz dəstəyini ifadə elədi. Cənab Pezeşkana telefon zəngi açdı cənab prezident. Yəni vasitəçilik məsələsi ilə bağlı da Azərbaycanın ön plana çıxdığını dilə gətirdi. Bütün bunlara baxmayaraq Pezeşkiyan, cənab Pezeşkiyan həm Türkiyəyə, həm Azərbaycana təşəkkür elədi. Ancaq digər tərəfdən Sepah Azərbaycanı təhdid edir və ondan da öncə Türkiyədəki danışıqlardan imtina edir bu Sepah və ona bağlı tərəflər. Mən bunu demirəm, qoy elə Trumpla ya DG Vance-ilə ki, təzəlikdə Bakıda idi, Ruslara kəsdi hər nə. O deyir, bu Pezeşkiyan. Demirəm ki, ürəyin sınmasın, Bakıda devlər də elə deyir. Ürəyin sınmasın. O bikarət deyil. Bunun elə keçmiş prezidentlər də, özü də deyir. O günləri gördünüzdə gedib oturub danışa bir dənə məclisdə məsələ, dövlət rəsmisində. Televizyon barmağını qoydu, şat bunu kəsdi də. Bu dəfələrlə olub. Deyən, kəsin də səsimi. Nə sən çıxıb nə deyəcəksən? Ay deyib, çıxıb demək ki, o millətlər hərəkət edib və ən azı, aşağı yuxarı ən azı 5 milyon insan o 2 günün içində meydan çöldəyirlər. 5 milyon insan. Sən çıxıb onlara deyirsən teröristdir, gəl danışa. Sən çıxıb onlara deyirsən bunlar xaricdən. Onda İsrail nəgər belə səndə casusu varmış. 1 milyon, 100 min. Bu sənin vay halı var, qorxursuz da. Vurdu hamıza. Və bir şey var, Sayın Rüsuf bəy, xahiş edirəm diqqətinə qulaq asın. 1-2 dəqiqə. Qardaşım, konstitusiya var. İran adlanan yer fəqih idarəsidir. Yəni 12-ci imamın yer üzündə təmsilçisi şimdi deyilər bu Seyyid Əli Xameneyidir. Seyyid Əli. O da ki oraya onu qoyanda dedik mən Kül İslam dünyasının başına ki qalır da qazıdır. Məni ona başçı seçirsiniz. Mən yəni özü dedi. Amma indi deyirlər ki bu 12-ci imamın yer üzündə təmsilçisidir və konstitusiyaya görə bunun sözünün üstə söz demək olmaz. Xumeyni deyirdi, əgər 11 milyon səs veribsiz bəni sədrə, bu belə 50 milyon da olsa millətlərə, insanlara deyildi, səs verirsəniz, mən desəm yox. Yəni kimsəni prezident seçirlərsə, gərək onaylaya bu, nə deyirsiniz, fəqih. Getdi onaylamadı, deyil, xeyr, qəbul eləmədi. Ya kimsəni çıxarda, necə ki bəni sədri də çıxartdı, filan elədi, sözüm onda yox. Bu günləri bu prezidentizadə o cür deyir İran adlanan yerdə. Prezident orada bişarə deyir. Amma o çöl üçün orada demək, misal deyə də qəşəng bilirsiniz. İran adlanan yerdə Milli Təhlükəsizlik Şurası var. Yəni dövlətin zirvəsi. Hər dövlətdə var belə, hər dövlətdə. Yaxşı, onun başında adam kimdir? Kim qol çəkir? Onun başında Xatəmi, Rəfsəncani, Əhməd, nə deyirsi bu, Apesteyində də adı gedir, Əhməd Rəfsəncani. Gözəl Əhmədi Nəcad. Əhmədi Nəcad, ondan sonra filan və Pezeşkiyan. Sən demək ki, Milli Təhlükəsizlik Şurasının sədrisən. Sən çəkirsən orada güc nazirlikləri, İttilaatın naziri, ordu naziri, hamısını sən oradasan. Və demək ki, yığılıblar, iclas qoyublar, qabaqdan da tədarük görüblər. Bilirdilər bu hadisə baş verəcək. İran adlanan yerdə millətlər bir də ayaqlanacaq hər 2 ildən və bir dəfə idi. Bu dəfə özləri bilirdi, bu da danışıqlarında deyirdi. Ona görə qol çəkdiniz ki, neynəsinlər? Yəni tapşırıldı ki, Sipaha, Bəsicə və yan qüvvələrə və xaricdən gətirdiyiniz adamlara hamısını silahlandırmışdınız. Çıxın məscidlərin üstünə, feyziyyələrin üstündən, böyük binalardan və girin cəmaatın içinə, üstlərinə belə əlamət vurun filan eləyin. O dəqiqədə söndürdülər işığı, Küll İran adlanan yerdə işığı söndürdülər. İnterneti kəsdilər. Sonrasında dedi, qırın, o da Seyyid Əli Xameneyidir, kudeta, çevriliş edirlər. Nə çevriliş? Nə çevrilişi? Və qırdılar. Cəmaat da görəndə məscidin üstündən vururlar, ondan feyziyyədən vururlar. Cəmaat da cumhurdu məscidlərə dindi çıxıb deyir ki 400 məscid yandırıblar.
Mescidi demək ki, sən güllə ilə vurursan oradan insanları, qırıbsan, dədə yandırırsan, matroslar ondan filan gəlir. Yəni, sən qol çəkibsən bu Milli Təhlükəsizlik Şurasının rəisi sənsən. Hətta hansı məhkəməyə getsən, desən ki, mən neyini belə, sən rəisidin. İndi verirlər Xameneyini də, Pezeşkiyanı da, ikinci adamsan da verirlər məhkəməyə. Sənin demək ki, Miloseviçdən nəyin artıqdırlar? Haqa məhkəməsinə getməlisən. Sən o demək ki, Afrikadaşından nəyin artıqdır? Yaxapaça tutdular, gətirdilər, gəlir məhkəməyə. İndi verirlər, hazırlaşırlar. Əmri sən veribsən, sonda da sonda. Qolu çəkəndən sonra deyirsən, götürürsən telefonu, ağa da ağa deyil, ona iqtida edir də. Ağa, mən buna qol çəkdim, nə deyirsən? Deyir, yox ki, elə də. Həməcə Seydəli, ilanı Seydəliyə ilə tutturur. Ona görə də sən iştirak edibsən. Ay demək ki, indi ölkələrdə bir protokoldur, nəmay kimsəyə zəng açdım, bu oyunbazıdır. Yaxşı, ay sayın Rusif bəy, əyri oturaq, düz danışaq. Sən, sayın prezident İlham Əliyev çıxıb sənə zəng açır, hə? Demək ki, orada sənin ətrafındaşılar hayasızcasına durub çıxırlar o məclisdə, deyirlər ki, Azərbaycanı bizim götürəcəyik, Azərbaycanı vuracağıq. Azərbaycanda demək ki, Azərbaycanda nə deyirsiniz, İsrailin düşərgələri var, yerində deyirsiniz. Fuzulidə, Zəngilanda o hava alanları düzəldiblər də, İsrail oranı düzəldib, İsrailin orada filanları var, vuracağıq. Və bu nə oldu? Və bu nə oldu? Azərbaycan prezidenti də dəfələrlə deyirdi, biz heç bir xarici ölkəyə icazə verməyəcək bizim torpaqlardan istifadə eləsin. Göstərib əvvəldə də Azərbaycan dövləti bu siyasəti hər zaman. Amma siz əl çəkmirsiniz. Niyə? Niyə? Ona görə ki, bizim politologlar, bizim siyasətçilər ya fars dilini bilmirlər, ya Tehranda gedən siyasi ədəbiyyatı, bunların arasında gedən bütün o söhbətləri televizyonlarında, bunların demək ki, o baş bilənlərinin söhbətlərinə qulaq asmıyor deyə, bunlar nə həziyan danışırlar. Bunlar çox təhlükəlidirlər. Ona görə də bir iddədə canı gəlib, bu günləri can gəlib buraya yığılıb başa. İran adına 7-də biri də deyir ki, it də gəlsin. Bizim canımız qutarsın. Hər kəs deyir, gəlir, gəlsin. Bunlar da hayküyü salıblar, bilirlər nədir? Trump'ı gözləyirsiniz, Netanyahu gözləyirsiniz. Deyir ki, sən özün bir yandan qırıbsan, bir yandan bətbərəni bağlayıbsan. Amma bu Trump gələ də, gəlməyə də, Netanyahu gələ də, gəlməyə də. Sən bu millətlərə bilirsiniz inflasiya neçəyə hara qalxıb, bilirsiniz dolar neçəyə qalxıb, bilirsiniz ki, demək ki, hələ bu hadisələrdən öncə insanlar iş, çörək, dərman, meyvə filan tapırdı, ət. İndi gör nə cür olub bu gündə, tapılmır, tapılmır. Götür telefonu, zəngəs bir dənə normal ailə də bilə. Denən şimdi durum, hamı qorxub, hamı qorxub ki, və hamı bir-birinə şübhəlidir. Hamı bir-birinə şübhəlidir. Sən hətta özününkiləri də qoruya bilmirsən. Tutalım ki, Trump gəlmədi. Netanyahu da gəlmədi, heç gəlməsin. Gəlməmişdi də, keçmiş inqilabda da bəyə Amerika gəldi, bəyə Rusiya gəldi. Xeyr, millətlər qalxdı ayağa, hazırda gəldi Xumeyni. Bu dəfə də İran adlanan yerdə bunların Trump'dan, Lincoln gəmisindən filandan qorxusu deyil. Bunların təhcə qorxusu millətlərdəndir, başda Azərbaycan Türkiyədir. Bizim bir dənə xəstəlik var. O taylı, bu taylı. Köləlik dönəmi o qədər uzun olub ki, bir də özümüzünkilər o qədər başımıza vurublar ki, o demək kiçiklik kompleksi canımıza hopub. Elə orada, burada gözünü qaçırıq onun yanına, qaçırıq bunun yanına. Sən özünsən, sən Türksən. Bir dənə Azərbaycanın, balaca Azərbaycanda 85 min kvadrat kilometrdə Rus bir yandan, Erməni bir yandan, Tehran bir yandan, hamı belə, Batıda. Bu ancaq bu millət, bu Azərbaycanda 7 milyonda çətin olardı. Ayağa durdu, silkələdi Türk dünyasını, Balkanlaraca. Özünə inanırdı bu millət, hərəkata keçdi və demək ki, silkələndi hər tərəf. İndi bu günləri baxırıq ki, biri də qaçır oraya ki, görək o nə deyir, bu nədir, deyirsən millətin gör nə deyir. Təbriz oturub baxır, Ərdəbil baxır, bilirlər və qan verir. Və bunların da qorxusu bundandır. Hər dəqiqə başı da orada Tehran rejimi qoyub ki, mənim topraq bütövlüyümü, tamamiyyəti ərzli İranı sən qoru. Bir yandan da Azərbaycanlılar bilir ki, bu topraq bütövlüyü, bu tamamiyyət ərzi deyilən, məndən dövlət uğurlayıblar. Bir dənə də qondarma adı İran adında qoyublar. Bugün Azərbaycan tarixçilər, siyasətçilər var. Soruşun, nədən bu günləri biz atılaq qabağa deyəcək ki, mən qoruyaram, nəyi qoruyacaqsan? Mən Farsam, gör Fars sənə nə deyir, sayın Rusif bəy, hələ hesad olmayıb, hesad. Tehranda və bu günləri, baxın görün demək ki, Münxendə daydəmə ona o şahın nəmdənalı gələcəkmiş, orada çıxış eləyəcək. İndidən götürüb yazıblar ki, heç kəs haqqı yoxdur başqa millətlərdən, insanlardan bir dənə başqa rəmz gətirələr, bir başqa bayraq gətirələr.
Təhcə bir dənə şah bayrağı vaxtı ilə generallar Amerikada da mənə deyirdilər. Orada bir bayraq, bir vətən, bir ona görə ətimiz acı olubdu. Nə bir bayraq, nə bir vətən, nə bir demək dövlət. Fars dövləti, Fars bayrağı, ondan sonra da şah da gəlir. Elə söhbət yoxdur. Bunu bizə kimsə deyə bilməz. Ay şah gətiririk, ailəm xalq mücahidi gətirir. Boş sözlərdir. Bu günləri onlara hər şey açıq. Sayın bəy, dedilər ki, Rufiz bəy, interneti bağladılar, hə? Telefonları bağladılar, hər yan qaranlıqda, hə? Amma nə oldu? Bir tərəfdən, necə ki, bəzi adamın telefonunu kəsərlər, amma deyərsən, zəng gəlir, zəng amma getmir də, kəsirlər. Elə oldu. Xaricdən İran adlanan yerdə güclü satelitlər, İran International Televizyonu 24 saat və demək ki, BBC özləri sıxıbların tədqiqat göstərir hamısı. 400% demək ki, falşivini, fake zatlar yayıblar. Və demək BBC 100%. Ay şah gəlir, millətlər şahı istəyir, daxildə götürüblər, hamısını düzəldiblər, hamısı fakedir. Doldurdular o daxildəkilərin beyninə, mənimki də xəbərsiz oturub Azərbaycanlı, öldürülür, qan verir, vırılır, təcavüzə məruz qalır, heç yanından xəbər yox. Azərbaycan sadəcə elə deyil. Bunlar bir tərəfdən impoze edirlər, hər şeyi, amma bir anda bu rejimin otoritəsi sınab, bir anda acana. Onda demək ki, görəcəklər millətlər nə deyir, insanlar nə deyir, qadınlar nə deyir, uşaqların durumu nədir? Allah dədəzin evi yıxsın. Yüzlərcə öz təhsil naziriz deyil. Yüzlərcə az yaşlı uşaqları öldürübsünüz. Aparıb zindanlara doldurubsünüz. Millətlərin ağzı açılmaya imkanı yox. Hansı televizyon, hansı filan? Yoxdur. Amma o birisi tərəfdən Fars şahın isminə demək ki, televizyonlar da açılıb, onlar da istəyir, həbsim yola götürərlər, şah gətirir. Bir dənə də demək ki, oğlanı atıblar ortaya ki, kitabça da çıxardım. Nə desəm o olacaq, sən qələt eləyirsən. Sən kimsən? Mən nə desəm o olacaq, mən seçəcəyəm. Fərdi hökumətlərin dövrü keçib. Azərbaycanda o taylı, bu taylı, bütün Azərbaycan bir missiyaya giribdir. Türk millətçiliyi bir missiya daşıyır. Yəni demokrasi, biz 100 ildən bundan öncə də demokrasi ilə, cumhuriyyətçilik ilə bu Azərbaycanlılar gəlib. Odur qorxurlar. Və bu demokrasinin dayağı da, bu sekularçılıq, ondan sonra pluralizm və demək ki, millətlərin rahat yaşaması. O gəlib, indi hər kəs dünyanın o başına gediblər. Sayın Rusif bəy, bunların bəziləri var, necə bu ruslar kimi. 40 ildə gedərlər Şvitsariyada yaşayalar, bunlar heç bunlarda dəyişiklik yoxdur. Necə ki, o gün gördünüz Los Angelesdə. Los Angelesdə mitingilər keçir, şahçılar maşınla vururlar, öldürürlər. Bir Azərbaycanlı orada linç elədilər. Sən burada nə qayrısan? Sən bu nə deyəlində sən gəlibsən filan eləyirsən? Özdə biz söküşlər, bu demək ki, bu zatlarda virtual aləmdə. Baxın görün Azərbaycanlıya qarşı. Biz niyə gəlməyibsiniz? Yəni bizi demək ki, dəstəkləməyibsiniz. Bir gün söküşdük. Bir də türksüz filan ağızlarına gələn, özü çox da bu xaricdə oturanlar, hamısı da demək ki, əmrlə gəlir. 100 milyardlarla pulları var. Dədəsi 40 milyar dolar uğurlayıb aparmışdı. İndi olub 100 milyar. Və ətrafındakılar da. İndi bunlar da fürsəti gözləyirlər. Başqa ölkələrdə də olub. Ona görə də bu günləri Azərbaycanın durumu, Azərbaycanın güneyində o qədər ağırdır ki, amma bu millətin ruhunu qıra bilmirlər. Bu millətin iradəsini qıra bilmirlər. Bu məndən, Əlidən, Vəlidən asılı deyil. Bu ruh vardır, bu ruh gəlibdir. Bu ruh bilir ki, bu Rus kimdir? Putin kimdir? Dincilikə qurşanan bu rejim kimdir? Bu Fars şahın ismi, bu Fars dövlətçiliyi kimdir? Bunu da vurğulayın, buyuruz. O da nədir? Biz heç bir millətə qarşı deyirik. Fars düşmanı deyirik, Kürt düşmanı deyirik, Ərəb, Bəlus düşmanı deyirik. Hər millət geçsin, otursun öz yerində. Necə ki, Sovet dağıldı, bu deyə erməni. Erməni bizim başımıza nə oyun gətirdi? Rus dedi. İndi erməni oturub İrəvanda, Dicivens gəlir ora, pulunu da verir. Ondan sonra deyir, sənə demək ki, nə mənə deyir, o uçaqları da verim, filan da verim. Paşinyan da qaldırıblar demək boş qaplar filanlara. Boşun solsuna. Azərbaycan deyir ki, ay Amerika, niyə eləyirsən? Amerika deyir ki, bunlardan ehtiyatlı olmaq lazımdır, amma qoy yaşasın da. Ona görə də Sovet dağıldı, geçsin Gürcistan yaşasın, məndən nə daxil, məndən nə işi ola? Geçsin demək ki, Ukrayna ilə nə işi var ki, başqa ölkələrdə də. İran adlanan yerdə də sözün canı budur. Sən gəlib isə mənim boynuma qoyasan ki, gəl məni qoru, gəl İran qoru, belə xəstə fikirlər. Özü də provdan, laboratoryadan keçmiş bir adamlar, bir sistemlər. Bu günləri Azərbaycan demək ki, bağlayıbsan hər tərəfdən, daşı açıb ağacı bağlayıbsan. Nə informasiya, nə partiya, nə qəzetlər, nə bir yerdən sonra dövrələyibsən, hər kəsin də başında, necə o müsəlmanın deyərlər, seynində 2 dənə pəri vardı,
Hər demək ki, kürkün də çiynində 2 dənə casus evinin içinəcə qoyubsan və gedirsən, o yandan qırırsan, bir yandan da gəlib evlərə soxursan, soxulub çəkirsən. Sürüyə-sürə səndən də qoxusu gəlir. O da Sayın Abbas bəy lisanını gedib evin zindanının qabağında deyir, bizimkiləri bu zindanda qırırsınız. Vurdun, qol qanatını sındırdın, indi də beyərə yeri atıbsan, gedər gəlməzə aylardır xəbər yox Cənab Abbas lisanıdan. Və demək ki, Cənab Yürüş Mehrəli bəyli neyini Təbrizdə oturmuşdu, nə bir heç nə çağırış da vermək. Gəldin, tutdun, apardın və onlarca bizim insanlarımızı Tehranda, Ərdəbildə, Təbrizdə vurmaya da. Basırsan zindanlara, yox, bunlar gələ zindanda qalar. Niyə? Qorxuludur bunlar. Niyə? Onu bilirsən ki, millətin içində bu fikrin, bu şuurun, bu idanın, nə Azərbaycanın bütövlük iddiasını bastıra biləcəksiniz, nə Güneydəcədən istiqlal hərəkatını, o fikri bastıra biləcəksiniz. Biz olmarıq bu gün. Bu gün ya sabah, ya hansı gün olmarıq. Amma o iddia 100 il yaşayıb yaşayacaq. Bəli. Aydındır, hörmətli Əjdər bəy. Mən sizə təşəkkürümü bildirirəm. Minnətdaram dəvətimizi qəbul etdiniz, iştirak elədiniz. Çox sağ olun. Minnətdaram. Minnətdaram mən. Çox sağ olun.